Ya Allah, əziz izləyicilərimiz, bu isə 200 kiloqramlıq yem qarışdıranımızın inşallah yemlə birlikdə işlək vəziyyəti. Baxın, əlhəmdülillah, işləmə prosesi və mühərrikimizə düşən ağırlıq. Zəhmət olmasa başı bir dənə krişkanı qaldırardın, qapağı qaldırardın, qarışdırma prosesində göstərərdi inşallah. Hay maşallah olsun. Allah'ın böyüklüyünə çox şükürlər olsun. Yaxşıdır. Ya Allah. İnşallah tam hazır olduqda Allah'ın izniyle çəkib sizlərlə də paylaşacağım. Allah'ın izniyle. Bəyənən əlləriniz var olsun. Allah canınızı sağ eləsin. Baxdığınız üçün çox sağ olun.